Gürcü Arzusunun konstitusiya iddiasının ünvanlandığı şəxslər siyasi və hüquqi mübarizə elan edirlər. Milli Hərəkat, Yeni və Lelo hakim komandanın bu üç müxalifət partiyasının konstitusiyaya zidd kimi tanınması və qadağan edilməsi ilə bağlı iddiasını klassik diktatorluq addımı kimi qiymətləndirirlər. Milli Hərəkat və Yeni partiya bildirir ki, bu mərhələdə cavabdeh kimi vəkil tutub-tutmayacağına qərar verməyiblər. Baxmayaraq ki, küçə etirazlarının aktiv şəkildə davam edəcəyini dəqiq bilirlər. Lelo'ya gəldikdə isə onlar artıq partiyanın qadağan edilməsi məsələsindən məhkəməyə müraciət ediblər. Xatırladaq ki, parlament sədri dünən keçirilən brifinqdə siyasi fəaliyyətin qadağan edilməsinin kimlərə təsir edəcəyini izah etdi. Siyahıya Milli Hərəkat, Yeni partiya və Lelo daxildir. Gürcü Arzusu iddiasını parlamentin müvəqqəti istintaq komissiyası tərəfindən hazırlanmış 500 səhifəlik reylə dəstəkləyir. Prosedur Komitəsinin bugün bu məsələni müzakirə etməsi gözlənilir. Gürcü Arzusu prosesi siyasi baxımdan tarixi bir an adlandırır və iddianın iki əsas meyardan ibarət olduğunu izah edir. Birincisi, konkret bir partiyanın hərəkətinin nə dərəcədə konstitusiyaya zidd olması və ikincisi, ölkəyə nə qədər zərər verə biləcəyi. Hakim komanda həmçinin Gürcüstan Naminə Qaxaryanın qadağan siyahısına daxil edilməsinin səbəbini də izah etdi. Çoxluğun liderləri deyirlər ki, sözü gedən partiya 4 oktyabr hadisələrindən uzaqlaşıb və parlament fəaliyyətinə qoşulub. Gürcüstan parlamentində bugün infrastruktur naziri Revaz Soxaceni gözləyir. Milli vəkillər naziri sorğu yolu ilə dinləyəcəklər. Ölkə daxilində davam edən infrastruktur layihələri, məktəblərin bərpası və tikintisi, yolların bərpası bu infrastruktur nazirinin danışacağı məsələlərin natamam siyahısıdır. Planlaşdırılan layihələrlə bağlı da suallar veriləcək. Məlum olunduğu kimi, nazirə müxtəlif infrastruktur layihələri ilə bağlı 68 sual göndərilib və Soxace plenar iclasda onlara cavab verəcək. Qanunverici orqanın yaxınlığında başqa bir etiraz aksiyası keçirildi. İştirakçılar təxminən 30 dəqiqə yolu tutdular. Onlar canlı zənciri yaratdılar və avtomobillərin hərəkətinə icazə vermədilər. Küçə blokadası zamanı bir neçə kiçik insident baş verdi. Etirazçılar və sürücülər bir-biri ilə şifahi şəkildə qarşıdurmaya girdilər. Lakin polis tezliklə yolu nəqliyyatın hərəkəti üçün açdı və etiraz aksiyası parlamentin qarşısındakı səkidə davam etdi. Gedevan Popxadze İfrat etiraz formasına əl atdı. Müxalifət siyasətçisi açlıq aksiyasına başladı. Darecan Çıxvitariya və bir neçə digər fəal da aclıq elan etdi. Popxadzenin sözlərinə görə ümumilikdə 5 nəfər açlıq aksiyası keçirir. Onların əsas tələbi etirazlar zamanı həbs olunanların azadlığa buraxılması və yeni parlament seçkilərinin təyin edilməsidir. Gedevan Popxadzenin izah etdiyi kimi etiraz qeyri-partiya xarakteri daşıyır və o, aclıq edənlərin sayının artacağına ümid edir. Hakim partiyada onların tələblərinə cavab verirlər. Tbilisidə Dadyan küçəsində 10 nömrəli məktəbin şagirdləri və valideynləri nümayiş keçiriblər. Onlar etiraz əlaməti olaraq Dadyan küçəsini bağlayıblar. Onlar 10 nömrəli məktəbin tikintisinin vaxtında başa çatdırılmasını tələb ediblər. Məlum olub ki, 10 nömrəli məktəbin şagirdləri müvəqqəti olaraq Cəreteli küçəsindəki 22 nömrəli məktəbin binasına yerləşdiriliblər. Lakin binada çat əmələ gəlib və təhlükəsizlik səbəbindən onlar təxliyə olunmalı olublar. Hazırda 10 və 22 nömrəli məktəblər tədris prosesini onlayn şəkildə davam etdirir. Valideynlər binanın ayrılmasını tələb edirlər. Təhsil Nazirliyinin nümayəndəsi Lalik Alandacı valideynlərə razılaşma əldə edildiyini və Samxarauli ekspert rəyindən sonra müvafiq qərarın veriləcəyini bildirib.